İndi artıq biz nəticəni yazırıq. Nəticə olaraq deyir ki, ümumiyyətlə nəticədə biz yenə də to sum up, in summary, overall, to conclude, as a final point, in conclusion kimi ifadələrdən istifadə edirik. İndi burada da biz nəticə olaraq yazılır. Onda biz nə yazacaq? In conclusion yazaq da. In conclusion. Virgülümüzü qoyuruq. Praktiki öyrənmənin bəzi çatışmazlıqları olsa da, indi burada uzun ziddiyyət var deyil, oldu qoyacağıq. Although practical skills və yaxud da öyrənmə deyirsə, learning deyir. Practical learning öyrənməni deyir. Practical learning has var. Çünki singularda da bizim subject singularda ona görə də has qoyacağıq. Has bəzi olanda some qoyuruq. Some çatışmamazlıqlar deyək ki, qoyaq ki, drawbacks virgülü qoyuruq. O faydalıdır. Yəni bu practical öyrənmə faydalıdır. It is useful. Bu faydalıdır yazdıq. Useful. Çünki də yazırıq because. Çünki daha real və təhsil təmin edir. Because, düzdürmü? Because-u yazdıqda o təmin edirsə, onda yazacağıq it provides. O nə təmin edir? Daha real və effektiv təhsil. Daha sözünü yazırıq. More realistic yazaq da. Real sözünü realistic yazaq. More realistic. Və effektiv deyirsə and effective. And effective təhsil nə idi? Education. Bu da bizim hissəmizin